وقل رب زدني علما. Elhamdülillah Rabbil alemin. As-salatu was-salamu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Amma ba'd. Qardaş soruşur ki, deməli insan deyir, haramı tərk edəndə mütləq niyyət lazımdır ki, savab qazansın. Yəni bu nə dərəcə doğrudur? Bəli, bu doğrudur. Yəni misal üçün insan ma'rufu yerinə yetirəndə, xeyir işi edəndə hər dəfə qəlbinin, yəni qəlbində niyyəti istihdar etməsi vacib deyil. Yəni necə? Çünki qayda var ki, ən-niyyətu tətbə'ul ilmə. Ən-niyyətu tətbə'ul ilmə. Niyyət elmə tabidir. Niyyət nəyin əməlidir? Qəlbin. Ən-niyyətu tətbə'ul ilmə. Niyyət elmə tabi. Yəni sən durursan, dəstəmaz alırsan. Dəstəmazı niyə alırsan? Ona görə ki, birazdan namaz vaxtıdır, namaz qalacaqsan. Sən dəstəmaz aldığına görə savab qazanırsan, qazanırsan. Çünki sən bilirsən ki, namaza gedirsən və namaza getdiyin üçün də dəstəmaz alırsan. Yəni, şərt deyil ki, deyəsən ki, dayan bir huneyhə dayanım, yəni, biraz, bir 5 saniyə qəlbimdən gözümü yumub keçirim ki, sən dəstəmaz almağa gedəcəksən. Bunu qəlbimdə keçirdin, aydınmı? Belə şeyə ehtiyac yoxdur. Və yaxud da bəziləri bu şeydə hətta aşıb neynir? Tələffüz edir. Hətta bəziləri bu şeydə vəsvəsəyə düşür, hədd qoyur ki, nə vaxt olacaq? Yəni, niyyətin vaxtı nə vaxtı? Bəziləri ki, düz, yəni, ibadətin əvvəlində qoymalısan. Və bu həmin vaxtı baş verməyəndə düşür vəsvəsəyə. Düşür vəsvəsəyə. Və o vəsvəsəni də dəf eləmək üçün axır neynir? Gəl tələffüz edir. Niyyət etdim ki, filan ibadəti yerinə etməyə. Ondan sonra qulağı eşidir axı. Aydınmı? Qulağı eşidir ki, həmin vaxtı. Və bu vəsvəsəni qaldırmaq üçün, yəni hətta şafilərdə bu, yəni böyük problemdir, yəni. Və hətta onlar onu İmam Şəfiyə nisbət edirlər, amma İmam Şəfi, rahimehullah, buraydan bəridir, uzaqdır. İmam Şəfiinin heç bir sözü yoxdur buna dəlalət edən ki, yəni tələffuz bin niyyəti sünnətun, müstəhəbbun, ilə axir. Yəni, niyyəti tələffüz etmək sünnətdir, müstəhəbdir və s. Amma, yəni, insanın əməli etməsi özü bildirir ki, insanın onun niyyəti var. Aydınmı? Yəni, ona görə şərt deyil insan hər dəfə istihdar etsin. Amma, tərkdə tərk. Tərkdə insan savab qazanır yoxsa yox. Burada alimlər deyir ki, əgər o tərklə imtisali qəsd edirsə. Yəni, misal üçün, bir insan içki içmir, amma ona görə yox ki, şəriət haram edib. Umumən bu adam içki xoşlayan insan deyil. Yəni, bu adam savab qazanır, xeyr. Amma sən nəyə görə içki içməyəndə savab qazanırsan? Ona görə ki, Allah sənə haram edib. Allah sənə haram edib deyə. Ayın baban, bu niyyətlə tərk edirsənsə, savab qazanırsan. Və həmçin məkruh olan bir əməl var. Necə? Ayın, misal üçün, sübh namazından sonra yatmaq. Sübh namazından sonra yatmaq məkruhdur. Elə mi? Yəni, duhaya qədər də, duhaya qədər. Yatmaq məkruhdur. Yatmaq. Deməli, sən bunu, biri var ki, sən ümumən sübh namazından sonra yatmaq istəmirsən, yuxun da gəlmir. Aydınmı? Bir də var ki, sən hətta yuxun da gəlir. Amma sən onu üstəliyirsən, nəyə görə? Çünki həmin vaxtı ibadətlə keçirəsən. Yəni, yatmağı tərk edirsən, nəyə görə? Niyyətlə ki, bu vaxtı ruzi paylaşan vaxtı, bu vaxtı bərəkət var. Allah Rasul sallallahu aleyhi və səlləm deyir ki, Allahümmə bərikli ümməti bukuraha. Allahım ümmətimin sübh çağına bərəkət ver. Yəni, İbn Məsud radiyallahu anh deyir ki, bu insanın günüdür. Bu günümüzü bizə bağışlayan Allah'a həmd olsun və bizi günahlarımıza görə həlak etməli. Yəni, həmin vaxt yatılırsa, insan günahları onu neyini müvəffəq eləmir. Yəni, deməli, həmin vaxt insan yatdı qaldı, o demək günahlar var, yəni müvəffəq olmayıb. Həmin vaxtı gündür, təsəvvür edin. Ona görə bəzi alimlər deyir ki, həmin vaxtı hətta yeməklə, içməklə belə keçirmək düzgün deyil. Ancaq zikir
elm tələbi, Quran oxumaq, bu şeylər Allah bizi müvəffəq eləsin. Aydındır məsələ. Ona görə haramla məkruhu tərk edənin mütləq niyyət olmalıdır. Çünki elə insanlar var ki, yəni haramı etmir, ona görə yox ki, şəriət onu yəni qadağan edib. Ona görə kimsə nəfsi xoşlanmır o şeyi. Aydınmı? Hətta müsəlman olsa belə görürsən ki, yəni bəziləri yəni haram olduğu üçün tərk etmir. Müsəlmandır, haram olduğu üçün tərk etmir. Misal üçün həkim deyib, amma yəni bu şeydə böyük günah sahibi insan. Aydınmı? Böyük günah sahibi. Və yaxud gücü çatmır etmir. Aydınmı? Və s. Allahu aləm. Allah sizə də bərəkət versin. Allah